Azərbaycan cəmi 5 il əvvəl indikindən qat-qat daha zəif orduya və gücə, eyni zamanda imkanlara malik olduğu bir dövrdə ən azı dünyanın imperialist güclərinin hamısının cəmləşdiyi böyük bir şər blokuna qalib gəlmiş, hərbi və siyasi yolla qalib gəlmiş bir dövlətdir. İndi Azərbaycan ərazisinə hücum əlbəttə bu mənada bizim üçün xüsusi fövqəladə bir təhdid əks etmir. İran üzərində bugün o müharibə apardığı dövlətlərin təyyarələri durna qatarı kimi hava məkanını ürəkləri istədiyi qədər pozur. İran cavab verə bilir, onları cavab versin. Öz hava məkanını müdafiə edə bilməyən bir dövlət bugün qüdrətli Azərbaycan dövlətinə dron tuşlayır. Əlbəttə ki, bunun bir mənalı şəkildə cavabı olacaq. Amma yenə də biz ümid edirik, arzu edirik ki, İran baş verənlərlə bağlı dərhal izahat versin, dərhal üzr istəsin, dərhal zərərin aradan qaldırılmasının təmin olunması istiqamətində niyyət bildirsin. İndiki halda Azərbaycanın bütün silahlı qüvvələrinin heyəti aidiyyatı dislokasiya zonalarında tam hazırlıq vəziyyətindədir və Azərbaycana yönəlik istənilən hücumu dəf etməyə, istənilən təhdidi aradan qaldırmağa, həmçinin BMT nizamnaməsinin 51-ci maddəsində, eyni zamanda BMT nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində müvafiq olaraq həm tək, həm də özünün tam mənada hüquqi cəhətdən öz nizamnamə baxımından, həm də reallıq baxımından təsdiqini tapmış müttəfiqləri ilə birlikdə kollektiv müdafiəni həyata keçirə bilər.